Salam, xəbərin brendi günün trendi efirdədir. İran Qətərdəki Birləşmiş Ştatlar bazalarına 6 raket atıb. Dohada növbəti partlayışlar eşidilib. İranın Təsnim xəbər agentliyinin məlumatına görə Birləşmiş Ştatların İraq və Qətərdəki bazalarına qarşı Qələbənin Müjdəsi adlı raket əməliyyatı başlayıb. Ağ Evin yüksək rütbəli rəsmisi bildirib ki, Ağ Ev və Birləşmiş Ştatlar Müdafiə Nazirliyi Qətərdəki Əl-Udeyd hava bazası üçün potensial təhlükələrdən xəbərdardır və onları yaxından izləyir. Birləşmiş Ştatların İraqdakı aviabazası yüksək hazırlıq vəziyyətinə gətirilib, personala bunkerlərə sığınmaq əmri verilib. İran bütün İsrail ərazisinə raket və pilotsuz təyyarələrlə hücum edib. Zərbələr Təl-Əviv, Hayfa, Aşkelon, Aşdod, Akko və Safedə endirilib. İsrail ordusu da İranın paytaxtı Tehrana yenidən zərbələr endirib. Şəhərdə bir neçə güclü partlayış qeydə alınıb. Dünyaya sülh gətirəcəyini öz seçki platformasında elan edən Donald Trump'ın hakimiyyətinin elə birinci ilinin ilk yarısında Birləşmiş Ştatlar illər sonra ilk dəfə müharibəyə cəlb oldu. İrana qəfil zərbə endirən Birləşmiş Ştatlarda hakimiyyət uğurdan danışır, insanlarsa ölkəsinin müharibəyə qoşulmasına belə etiraz edir. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən bir həftə ərzində 7-si azyaşlı olmaqla 24 nəfər xilas edilib, 7 nəfər təxliyə olunub, 4 nəfər xəsarət alıb, 5 nəfərin də meyidi aidiyyatı üzrə təhvil verilib. Bəzi hallarda mənzil sahibləri tərəfindən sənədsiz olan evləri qanunsuz qazlaşdırma cəhdləri baş verir. Bundan əlavə vətəndaşlar hansısa bir mütəxəssis olmayan ustaların imkanlarından istifadə edərək mənzil daxilində qaz kəmərlərinin çəkilişini, qaz qurğularının quraşdırılmasını həyata keçirirlər. Bəs bu hallar hansı problemlərlə nəticələnə bilər? Azərqaz İstehsalat Birliyinin rəsmisi cavablandırır. Qeyri-qanuni şəkildə mənzilin qazlaşdırılması baş verən zaman düzgün olmayan borulardan istifadə olunur. Boruların birləşmə yerləri, qaynaq birləşmələri yox, yivli birləşmələrdən istifadə olunur. Təyinatına uyğun olmayan yerdə qaz boruları quraşdırılır və bu gələcəkdə yarana biləcək fəsadlara imkan yaradır. Həbs olunmuş şəxs Orxan Məsimoğlu Gülməmmədova xalası oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman ət yeməyində olan sümüyün içərisində xüsusi sulla gizlədilmiş bir ədəd bükülüdə heroin aşkar olunub. Polisin saxladığı kuryerlərdən 12 kiloqram narkotik vasitə aşkarlanıb. Saxlanılan hər iki şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduqları, şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşlarından aldıqlarını və maddi qazanc müqabilində əvvəlcədən təyin olunmuş yerlərdən götürüb ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər. İran vətəndaşı olan Salihdən külli miqdarda narkotik, patrik kakos, nəşə, dərman götürürəm. Faktlarla bağlı araşdırma aparılır. Avtobus zolağı çəkilib, amma heç kim istifadə etmir. Avtobus yoluna ümumiyyətlə avtobuslar gelmir. Bax, bu ikinci avtobus. Avtobus yoluna çıxmır. Gəlir, bax, üçüncü gəlir. Bu da avtobus yoluna çıxmır. 4, 5, bu 6. Bayılda qəzalı bina sakinləri təhlükə barəsində video çəkib paylaşıb. Eyvanlardan yerə daş düşür. Necə deyərlər, sanki göydən yerə daş yağır. Get-gedə binanın balkon hissəsində çökmələr başlayıb və qırıntılar da yerdədir. Çox xahiş edirik, aidiyyatı qurumlar bu məsələni nəzarətə götürsün. Şirvan, Salyan və Cənub bölgəsi istiqamətində olan dəmir yol körpüsünün altında beton qarışdıran maşın qalıb. Bir əsrə yaxın yaşı olan körpünü beton qarışdıran maşın pis vəziyyətə qoyub. Bir neçə gün Bakının bir hissəsində müşahidə edilən susuzluq sosial mediaya maraqlı videolarla yansıdı. Sakinlər əlində vedrə su daşımağa başladı. Su daşımağa gedirəm. Su yoxdur.
Bakı ərazisində su yox. Bir də su yoxdur, su tapmırıq. Yolda tıxac olanda əsəblər tarıma çəkilir. Amma tıxacda qalan sürücülərin yumor hissi varsa, hətta tıxacı da gözəlləşdirmək mümkündür. İndi də xoş xəbərlərə keçək. Samuqda Ərik festivalı keçirilib. (051 583 2408). Bu bizim qaynar xəttimizdir. Günün istənilən saatında sizi maraqlandıran və narahat edən məsələlərlə bağlı videoları çəkin, göndərin və biz də göstərək. Əkin sahələrinin susuz qaldığını bildirən Goranboy rayon sakini bizə video göndərib. Goranboy rayonunun Fəxralı kəndi 50'lik turbina artıdan su verir. Bütün sahələr susundan yanır. Baş deyirik. Bizim səsimizə səs verəsiniz. Artsan nömrəsi. Budur bax, gördüyünüz kimi bütün sahələr alışıb yanır. Yaşı kiçik idi, amma məsuliyyəti böyük. Velosiped sürən balacanın işıqforun yaşıl işığını gözləməsi qayda pozan sürücülər üçün əla bir nümunə hesab edilə bilər. Vaxtında münasib qiymətə vermirlər, xarab olanda endirimə qoyurlar. Marketdə çürüyən meyvələri görən alıcı bu hadisəyə maraqlı reaksiya verib. Normal vaxtı od qiymətinə qoyurlar, gözləyirlər bu vəziyyətə çatsın, avokado tam uca belə qutarmış, tullansın. Sonra sallar qiyməti aşağı. Göründü bu qədər avokado, bunlar hamısı tullanacaq, hamısı xərab olur. Elə bunu siftədən normal qiymətə qoy, cəmaət alsın da. Yeyinti məhsullarında istifadə müddətinin düzgün göstərilməsi vacib şərtdir. Çünki vaxtı keçmiş məhsul təkcə keyfiyyət itirmir, həm də zəhərlənməyə səbəb olur. Təəssüf ki, bəzi insafsızlar istifadə müddəti bitmiş məhsulun üzərindəki yazını dəyişməyə də cürət edir. Bir var qaydanı pozasan, bir də var ki, qanundan cərimədən qorxmayıb bu səhvi... Düzdür. Nakleyka hədiyyəli bizim nakleykadır. Onu da bildik. Mən maraqlıdır, Rusiyyətdən mənə gəlir bu. Soku üstünə vururlar Rusiyyətdən, nakleykanın üstünə, bizim nakleykanın üstünə. Bu o deməkdir ki, bunu gətirən şirkət özü burada bunları asetonla silir, özü şeyi vurur üstünə. Bir var qaydanı pozasan, bir də var ki, qanundan cərimədən qorxmayıb bu səhvi sosial şəbəkədə paylaşasan. Bunun adı artıq başqa nəsnədir. Azyaşlı maşın idarə etdi və bu qanun pozuntusunu çəkib paylaşdılar. Yol qəzaları zamanı qəza iştirakçılarının sığortanı və yol polisini çağırarkən bəzən yolun hərəkət hissələrindən çəkilmirlər. Qorxurlar ki, sığorta şirkəti gəlib onların hadisə yerini tərk etdiyini bəhanə edib ödəniş etməkdən boyun qaçırar. Halbuki yolda bilərəkdən tıxac yaratmaq da qanun pozuntusudur. Xatırlayırsınızsa, ərəblərin Bakıya və bölgələrə kütləvi turist axını zamanı onların bəzilərinin adi mədəniyyət qaydalarına əməl etməməsi ilə bağlı çoxlu faktlar, videolar sosial mediada yayılırdı. Amma təəssüf ki, dincəlməyə gedərkən ən adi mədəniyyət qaydalarını yerli turistlər də az pozmur. Daxili turlara gedirik. Avtobusdur, bax, görürsünüz avtobusdur. Bax, bu da şılabradır, təmizləyirəm, bax, bir dəqiqə için. Gəlmişəm maşının yanına, arxasına, zibilləri təmizləmişəm, bir blok bax, burada çıxır. Da. Sonra gəlmişəm, demək, xaladenlikdir, bax, bizcə. Görürsünüz, xaladenlikdir. Hə. Bu da tokudur, qoşuludur, baxın. Bax, bu zibilləri 200 nömrəli məktəb. 200 nömrəli liseydir. Gənclikdə, Kaspiyan şobun arxasında. Bax, bu vəziyyətdə eləyiblər. Bütün zibilləri doldurublar xaladenlikin içinə.
051 583 24 08. Bu bizim qaynar xəttimizdir. Qaynar xəttimizə müraciət edən tamaşaçıları dinləyək. Sürücü ona gələn cərimənin qanunsuz olduğunu bildirir. Motosikletlərin və velosipedlərin nə bilim yoluna çıxmasına mənə deyim, protokol tətbiq olunub. Bax, burada hansı xətt var, hansı işarə var və heç yolun nişanlanması belə yoxdur da. Hal-hazırda yolun nişanlanması belə yoxdur. Daha bir sürücü telefonuna gələn cərimə mesajından yaman kədərlənib. Deyir ki, hələ də niyə cərimələndiyimi anlaya bilmirəm. Astanovkadan deməli 20 metr kənardan maşını saxlamışam. Bu düz bu hissədə, bu boşluqda maşını saxlamışam. Mənə gəlib 40 manat yazılıb, gedib. Burada da heç bir nə qadağan edici nişan var, nə heç bir şey yoxdur. Xahiş edirəm bunu işıqlandırın. Gəncədə qanunsuz tikililər sökülüb. Bir neçə gün əvvəl Braziliyada sərnişinlərdən 8-inin ölümü, 3-ünün ağır olmaqla 11-nin yaralanması ilə nəticələnən şar qəzası. Bax, həmin qəzada hava şarının içində turistlərin son anlarının videosu yayılıb. Hər gün 22:10-da Space televiziyasında günün trendini izləyə bilərsiniz. Yenidən görüşərik, vədimizə sadiq olaq.